Salam əziz müəllimlər. Müəllimlər məndən təyin budaq cümləsinə aid test izahı istəyiblər. Gəlin bu təyin budaq cümləsinə aid test izahını verim və bir-bir variantları təhlil edək. Birinci testimiz və A variantından başlayırıq. Do you know? Baxın, do you know bu baş cümləmizdir. Know, fiil. Fiildən sonra nə gəlir? Bağlayıcı, yəni where Shakespeare was born. Düz sual işarəsinə qədər. Deməli bu nə sayıldı? Bu bizim budaq cümləmizdir. Yəni bağlayıcıdan əvvəl fiil gəlirsə bu object clause, yəni tamamlıq budaq cümləsi hesab olunur və fiildən sonra gələn bağlayıcı tamamlığı, yəni budaq cümlə tamamlıqdan bəhs edir. Ona görə biz bunu götürmürük. Bizdən təyin budaq cümləmizi istəyiblər. İkinci B variantı. Tell me, fiil yenə. Where bağlayıcı. Baxırıq fiil gəlibdir. Deməli bu da object clause-dir, yəni tamamlıq budaq cümləmizdir. C variantı the place, isim gəlibdir. Where bağlayıcı, yəni budaq cümləmiz. İsimdən sonra gələn budaq cümləmiz. We stopped to rest was very beautiful. Bizim dincəlmək üçün dayandığımız yer çox gözəldir. Deməli bu isimdən bəhs edir. İsimdən sonra gələn budaq cümlə ismi izah edirsə, deməli bu nədir? Təyin budaq cümləsidir. Bu nə hesab oldu? Təyin budaq cümləsi. Doğru variantımız da C variantımızdır. D variantında the spaceship landed. Aha, baş cümləmizdir bu. Where it was supposed to. Deməli deyir ki, kosmik gəmi eniş etdi. Deməli burada nəyi bildirir? Adverbial clause of place, yəni yer zərf budaq cümləsini. Deməli neyin yer? Təyin edir. Düzdürmü? Where'dən where burada yer budaq cümləsini təyin edir. Və where it was supposed to. Yəni burada da deyir ki, olduğu yerdə eniş etdi. Düzdür? Deməli burada isə bu zərf budaq cümləsi, yer zərf budaq cümləsi hesab edildi. Bunu da götürmürük. Y variantında Mary put the meat. Mary əti qoydu. Aha, baş cümləmiz budur. Where the cat couldn't reach it. Pişiyin çata bilmədiyi yerə. Deməli burada nəyi bildirdi? Yeri bildirdi burada da. Yəni bu da adverbial clause of place. Yəni yer deməli belə deyim də zərf yer budaq cümləsini bildirdi burada da. Və burada miti görüb, ismi görüb bağlayıcıdan əvvəl ismi görüb tez təyin budaq cümləsi deməyin və tərcüməyə baxırıq ki, tərcümədə də deməli burada yeri bildirir. İsmini təyin etmir. Ona görə də Y variantımız da səhvdir. Doğru variantımız C variantıdır və təyin budaq cümləsini də bilməyimiz üçün qaydamız odur ki, isim haqqında məlumat verir və which, who, that, where bağlayıcı ilə başlayır, isimdən sonra işlənir.